Maraqlıdır. Son zamanlar boşanmaların sayı artıb. Bu nə ilə əlaqələndirirsiniz? Bu televiziya kanallarına, bu telefonlarda o qədər ailənin dağılmasına xidmət göstərən məqamlar var ki, onları aradan götürmək lazımdır. O məsələlər bayağıdır ki, o deyir ki, kimsə yoldaşından ayrılır, kimsə uşağından ayrılır, kimsə uşaqsız ayrılır. Onların telekanallara çıxardılması əslində boşanmalar. O gün birinə baxıram, bəlkə də çox danışıram. Deyir ki, 3 uşağı var, qadın, 3 uşağı var. Yoldaşından, ərindən aralaşıb, 2-3 ay ərzində gedib bir başqası ilə oturub durub, güya ona həyat yoldaşı kimi gedib, ondan da bağışlayır, mən hamilə qalıb. İndi bu ikinci ərim onu imtina edir bundan. Bu da gəlib televiziyaya, kanala şikayətə ki, mənə kömək edin. Kanal da cəhd göstərir ki, bu qadına kömək eləsin. Bu xeyirxahlıq deyil. Bu gətirib ora çıxardır ki, sabahları gedginən, onunla, moyla, gəzginən, ailə dalcına. Sonra bilirsən ki, müraciət elədiyin yer var. Bugünkü o özəl kanalların, o proqramları ki vardır, bəlli proqramları. Ancaq elə, vallahi inciməsinlər sözümdən. Bu ailə məsələlərinə o qədər daxil olublar ki, adam məhtəl qalıb ki, siz bəyəm ki, zaks idarəsiz, siz bəyəm nəsi və yaxud da ki, müəyyən məsələlərdə cinayət məsələlərini elə şişirdirlər ki, adam məhtəl qalır ki, axı, sən istintaq orqanısan, istintaq aparırsan, axı, sənin istintaqın düz deyil, sənə bu səlahiyyəti kim verib? Hansı kanalın rəhbərliyi sənə səlahiyyət verib ki, sən istintaq səviyyəsində veriliş aparırsan? Olmaz, heç olmaz belə şeylər. Nəticədə o boşanmaların deyirəm ki, belə şeylərdir. O, ictimai, o, mühitdə yaranan, bilirsən, məktəblərdə də müəyyən günah var. Var. Nə baxımdan? Nə baxımdan? Bir söz, indi mən bilmirəm, siz məktəblərlə, mən yazı-pozu adam olduğuma görə məktəblərlə də əlaqəm vardır. Görürsən ki, şagirdləri boş buraxırlar. 4-cü sinifdir, 5-ci sinifdir, hamısının yanında bir dənə telefon. Kitaba baxmaqdan, müəllimə baxmaqdan aşağıda telefona baxır. Olmaz ki, ya, bu telefonları məktəbə gələndə gətirməsinlər. Və nəticədə, hələ heç dünyanı dərk eləmədən o pis əməllərin yolçusuna çevirirlər. Qabaq ayıb bilərdilər. Evdə qadın, kişi artıq əşlik bir hərəkət eləyəndə qonşular onu qınıyardı, valideynlər onu qınıyardı.